Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Qazaxıstan Azala məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın başa çatma müddəti barədə açıqlama verib. Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasına görə Bakı-Qrozno reysini həyata keçirən təyyarənin qəzaya uğrama səbəbləri üzrə araşdırmanın nə vaxt bitəcəyi aparılan bütün araşdırma və yoxlamaların tamamlanmasından asılıdır. Nazirlik həmçinin araşdırma ilə yanaşı hüquq mühafizə orqanları tərəfindən cinayət işi üzrə istintaqın da aparıldığını qeyd edib. Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Azala məxsus təyyarə Aktau şəhərindən 3 kilometr aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb. Dekabr ayının müavinə, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə 200 manat məbləğində bir dəfəlik maddi yardım verilməsi nəzərdə tutulub. Sözü gedən yardımın dekabrın 30-unda veriləcəyi gözlənilir. Bərdə və Ağdam rayonlarında qanunsuz silah alveri ilə məşğul olan cinayətkar dəstənin üzvləri ifşa edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində bir qrup şəxsin Bərdə və Ağdam ərazilərində odlu silah və sursat satışı təşkil etdiyi müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, Ağdam rayon sakinləri əvvəllər məhkum olunmuş, 34 yaşlı Ağasif Abdullayev, onun tanışı 36 yaşlı Şünasib Hüseynov, 24 yaşlı Cavid Quliyev və Bərdə rayon sakini 29 yaşlı Vüsalə Hüseynova qabaqcadan əlbir olaraq qanunsuz silah alveri ilə məşğul olublar. Qrup üzvləri dekabrın 23-də silah satmağa cəhd göstərən zaman saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanıb. Ermənistan hökuməti Azərbaycanın məhsul ixracına başlamaq üçün bütün zəruri addımları atmağa hazır olduğunu bildirib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı açıqlama verib. Baş nazir bildirib ki, İcevan dəmir yolu stansiyasına qədər bərpa işlərinin aparılması mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə söhbət Yerasıq və Axurik dəmir yolu xəttlərindən gedir. Sözü gedən xəttlər Ermənistanın Naxçıvan və Türkiyə ilə birləşdirir. Bu sahələr Rusiyanın idarəsindədir. Məsələ ilə bağlı hər hansı problem yaransa, Ermənistan hökuməti yolların bərpasını öz dövlət büdcəsi hesabına həyata keçirəcək deyə Paşinyan qeyd edib. Dekabrın 26-sına gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Rayonlarda isə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq. Xüsusilə gecə bəzi dağlıq ərazilərdə yollar buz bağlaya bilər. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.